Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin Yeni Yol kəndində keçirilən səyyar qəbulundan video xülasə. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Çıxış edən icra başçısı Məhərrəm Quliyev, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi. Bildirdi ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Daha sonra kənd sakinlərinin müraciətləri, təklifləri, istəkləri dinlənildi və onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən müraciətlər nəzarətə götürülməklə aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verildi. Hörmətli kənd sakinləri, biz bugün növbəti görüşdə sizdə oldu. Həmişə qeyd elədiyimiz kimi bu görüşlərin keçirilməsi ölkəmizdə ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan bir vəzifədir, tapşırıldı. Biz tərəfə gedən yox. Bax, oradan mən hər gün məktəbə gəlirəm. Yolumuza bir 4 kamma sıxır lazımdır. Bir də bizim işıq xəttinin üstündə sahəyə nasos vurublar. Bu nasosu qoşanda bizim işıqlarımız olmur. Televizorlara deyilməyim, su nasosu işlədə bilmir. Bir də o xətti bizim xəttin üstündən aralmağını xahiş edirəm. Hər tikilən ev vəziyyətə düşüb. Bizim yol problemimiz var bir dənə. Nə yoldur? Bizim bax bu Heydariyə bölən yol deyildi, bələdiyyə binasına bölən yol, asfalt. Oradan dönəmə sonra bizə məhlevlərdən yol gedir. Burada böyük təsərrüfatdır, transformator problemimiz var. Bağlım elektrik enerjisi ilə bağlıdır. Bizdə kart sistemidir. Məbləği ödəyirik, elə bir ödəniş çıxmır da. İhtiyacımız budur ki, Kərkuşi kəndimizin bizə bir məsləhət verəsiniz bu medpunkt barədə. Bizim bu uşaq bağçası ilə bağlı biraz problemimiz var. Görüşdə iştirak edən sakinlər ötən qəbullarda səsləndirilən müraciətlərin həllinə həssaslıq yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Mən özüm kimi qrup Qarabağ eləyirəm. Mən sizə 2025-in əvvəlində o 705 sayılı artçanla bağlı müraciət eləmişik. Həllini tapdıq. Həllini tapdıq. Biz ulu öndərimizə də, biz onun davamçısı İlham Əliyevə də onun siyasətini də bəyənirik, dəstəkləyirik. Allah ona uzun ömür versin. Biz ona həmişə dəstəkləyirik xarici siyasətini. Çox sağ olsun, çox var olsun. Artizanımız da bulundu, içinin buyruğu. Bizim problemin o suydu, onu da hallederdik. Ben həmişə demişim, bu cümləni deyirəm. Allah hala Azərbaycan xalqını qorusun, prezidentimiz. Heydər Əliyev Azərbaycanın xalqıdır. Allah ulu öllərimizə rəhmət eləsin, qoğulunla sağ eləsin. Vallahi yaxşı yaşayır. Çox sağ ol. Sağ ol. Sağ ol. Mənim ki bu qədər. Sağ ol. Çox sağ ol.